Salam, dəyərli izləyicilərim. Bu gün asan üsulla təzə balığın pulcuqlarının təmizlənməsini sizə nümayiş elətdirdim. Bunun üçün rəndədən istifadə edir. Rəndənin bu gözü ilə pulcuqların əks istiqamətində balığın pulcuqlarını ondan ayırırıq. Gördüyünüz kimi üzərində bircə dənə belə pulcuq qalmadı. Balığı yuyandan sonra onun üzgəclərini və quyruğunu kəsirik. Sonra balığın qəlsəmələrini çıxarırıq və içini açaraq içini təmizləyirik. Balığın qarın tərəfindən quyruq hissəsindəki dəlikdən yarıq açırıq və yarıqdan içərisini təmizləyirik. Sonra balığın qanını tərtəmiz yuyub doğramağa başlayırıq. Balığı yardığımız zaman onun içərisində qovucuq, bax belə bir qovucuq olur və onu yeyilən hissədir. Bir də içərisində nərgiz deyilən yağlı bir hissə var. O hissə yeyiləndir, həm qovucuq, həm də yağlı hissə yeyiləndir, dadlıdır, o da qızardırılır. Balığı doğramağa quyruq hissədən başlasanız daha rahat olar. Əgər çox qızarmış istəyirsinizsə, böyük tikələri xırdalaya bilərsiniz. Mən adətən böyük tikəni 2-3 hissəyə bölürəm və istəsəniz daha ensiz hissələrə də kəsə bilərsiniz. Balığımız doğranaraq tamamilə qızarmağa hazırdır. Balığı necə qızartdığımı sonraki videomda sizə göstərəcəm.